İndi hamı başlayıb ya zəlzələdən ya vəlvələdən sən niyə oradasan, mən orada deyiləm. Sən niyə bu demək imkana sahibsən, mən buna sahib deyiləm. Bu başa düşdün, bunu özün üçün müzakirə edə bilərsən. Amma bir özün dön bax gör. Mən həmişə deyirəm, baxın, bəzən kasıbı zənginindən daha çox əlinə fürsət düşən kimi daha çox israfçılığa yol verir. Məsələn, deyirsən ki, sənin məsələn bu yası bu maştabda götürməyinin mənası yoxdur da. 5 manat qalıbsa pul o qalan yetim uşağa, ona elə, buna elə, bulan. Amma o cəmiyyətdə görüntü üçün yox, mən bunu eləyənlərəm. Borcu alır, bunu eləyir. Ya borcla maşın almaq nə deməkdir? Borcla ev alarlar. Başa düşdüm, evin yoxdur. Bunu ödəyə biləcəyin həddi müəyyən edirsən ki, uşaqlar çöldə qalır. Amma borcla maşın da alırlar 5 minlik, 6 minlik, 10 minlik, 15 minlik. 100 minlik borcla maşın almaq nə deməkdir? Bəs 10 minlik, 15 minlik telefonu borcla almağı bu yolda onsuz da xarab. Ya bir nömrəyə o qədər pul vermək, ya sadə nömrə. Onsuz da polis saxlayanda soruşmur ki, bu A-dır, bu filan nömrədir. Bunu sən bu qədər məsrəfi xərcləyəcək yer mi yoxdur? 100 dənə xeyriyyə sahəsi var, 100 dənə insana kömək sahəsi var. Natamamlıq kompleksidir də o. Bu həm natamamlıqdır, həm də bizim cəmiyyətin başqası üçün yaşamaq istəyən, başqasının gözünə görünmək istəyən, həm də bir saxtakarlığının bir nümunəsidir. Bəzən biz deyək ki, diplomu da ona görə alırıq, universiteti də ona görə seçirik. Hətta deyək ki, hansı ad günündə ona görə seçirik. Yəni bu nümunələr bizə bəzən məsələn deyək ki, övladımızı da bədbəxt eləyirik bundan. Öz həyat tərzimizi də alt-üst eləyirik, gərginlikdə saxlayırıq. Az görmürsünüzmü? Nə qədər adam var, xoşbəxt deyil, amma xoşbəxtliyin şəklini çəkir. Tamamilə doğru.